Qaqa, üzülü sayda sənə də yeni ilin ilk günü. Əziyyətə saldım. Amma məsələ həll olmalıdır. Biraz sakit olaq, aşırdaq bəs. Narahat olmayın. Mən qaçırtmaq üzrə mütəxəssisəm. Kənddəki bütün toyuqları mən qaçırtmışam. Mən məktəb vaxtı qaçırtmışam. Nəyi qaçırtmışsın? Dərsi qaçırtmışam. Bir də Mehbara xanım var idi. Ona kömək elədim, qaçırtdılar. İndi çox xoşbəxtdir. Əsas da odur. Qulaq as, mənim də bu xoşbəxtçiliyimə kömək eləyərsən ya ki. Ona bax, mələk kimi yatıb. Atasının otağına girmiş. Odur. Görürsən hə. Prinsessam nə tər uzanıb orada ye. Nə prinsessa, kirbin xoruldamağına bax sən. Elə bir havalandırma səsidir. Elə demədi. İndi qızın burnunda biraz ət var, indi ona görə ət də. Bunun burnunda ancaq ət yoxdur. Bunun burnunda yeyib içmək var. Nəysə, gəl kömək elə. Bir dənə söz deyəcəm sənəyə. Sonra deyərsən. Yox, onu deyim sonra. Sonra deyərsən. Bir dənə məsələ var, onu deməliyəm. Bir dəqiqə deyər. Denə. Mən gəlməzdən qabaq qızla danışmışdım. Qız mənə demişdi ki, mən də razıyam qaçmağa, mənə yatızdırmasaz da olar. Bunu indi deyirlər. İndi qoymadın deyəm də. Nəysə, qulaq as. Neyini onda sən tut əllərindən, mən dayaqlarından Yox, mən qız əlimi vura bilmərəm. Niyə? Biz ondan danışmışıq ki, evlənmədən əlin əlimə dəyə bilməz. Ətim töküldü. Nəysə, yaxşı, mənim də qırıcam var axı, mən necə aparım? Qulaq as, Nazim aşağıda deyil. Bəlkə qızı pəncərədən tullayaq, Nazim tutsun. Nazim qız tuta bilmir. Hardan bilsən, hə? Qız tutsa da evlənərdi də. Sən zarfat eləmə. Tut ayaqlarından, mən əllərindən tutarım. Dedim sənə, toxuna bilmərəm qıza. Əlim əlinə dəyməyib demişsən. Deməmsən ki, əlim ayağına dəyməyib. Gör. Nazimə səs atmadı da, bir də Nazimə səs at gəlib bizi kömür eləsin də, qaldırsaq hara aparacaq qızı? Yaxşı, göndər baxıram. Bu başqadır. Ya, Nazim, qulaq as, bir dənə gəl yuxarı, kömək elə bu qızı aparaq, çaşıb yatsıdırdım bunu. Ya, kömək elə. Elə deməyərdin. Niyə? Nə deyərdin? Gəl kömür elə götürək. Sən kömək elə də tut ayaqlarından. Nətər eləyim? Keç. Ola bilərmi ki, sənin danışdığın qızla, mənim danışdığım qızın plastik cərrahı eynidir? Ola bilər. Tam bir-birinə oxşur ola bilər. Bəs ola bilərmi ki, mənim danışdığım qızla da sənin danışdığın qızın əlində ana tatusu var? Qofidən baxın. Ola bilər də, indi ana müqəddəsdir, ola bilər. Bəs ola bilərmi ki, mənim danışdığım qızla da sənin danışdığın qızın telefon nömrələri eyni olsun? Qofidən baxın. Yox, ola bilməz. Ona görə də yığıram. Balım. Nə deyir? Zəngimsel də elə gözlə. Gözlə. Zəh gedir. Bura bax, Götürmür. Mənim istədiyim qıza da zəh gəlir, Kim də gecə vaxtı sən istədiyin qıza yığır? Ağzına gələn danışma, qıraq adam deyil, sənsən. Əvvəl. Sən niyə mənim istədiyim qıza zəng etsən, bu vaxtı? Topoy! Mənim danışdığım qızla sənin danışdığın qız eyni adamdır, ona görə. Nə tür olub bu? İki kişi bir dənə qızı qaçırdıb qutaranmadınız. Nə fərasətsiz adamsınız. Nazim, burada bir məsələ var. Nə məsələ? Bu əclaf mənim danışdığım qızla danışırmış. Yalan deyir, bu əclaf mən danışdığım qızı qaçırmaq istəyir. Buna temada başa düşmədim, Siz boynunuzu yerə soxum,
Bu boyda şəhərdə qız tapmadınız, eyni qızla danışırsınız. Ələmmi? Hocam bu qız nəyə oxşuyur ki, ikizlə də danışıb? Tamam, bax gəlin. Bir dənə sual verəcəm. Ver. Ola bilərmi ki, sizin danışdığınız qızla mənim danışdığım qızı eyni plastik cərrah gedir? Bəs ola bilərmi ki, sizin danışdığınız qızın da əlində ağa tatlısı var, mənimkinin də? Bu nə də? Bəs ola bilərmi ki, siz bu söhbəti məndən qabaq öz aranızda eləyibsiniz? Ola bilər. Kür sənin başına. Ala. 3 dənə dost, gedib bir dənə qızı tapmış. Yabıçılıq. Qulaq ası. Ya belə eləyək. Bu qız. Sizlə də danışıb onda belə çıxır ki. Onda gəlin belə fikir. Bu qız mənə belə fikirləşmək istəyirəm ki, bu qız siz ikimizlə ancaq danışırmış, amma məni sevirdi. Buna bax hə. Çək görmür. Hardan bildin ki səni sevirdi? Mən həmişə Ramaşka falı eləyəndə sevir-sevmir eləyirdim. Həmişə də sevirdi çıxırdı. Düzün denən. Yaxşı, həmişə çıxmırdı. Amma çox vaxt çıxırdı da. Çox vaxt. Beləcə görüm hə. Qız məni sevirdi. Sizlə fırlanıbdı. Eşsən? O ana tatlısı var ya əlində. Həmişə mənə deyirdi ki, sənə görə yazdırmışam onu. Sən də inanmışdın ona. Alaqarım sevirdim la. Anası nə sən? Qulaq as. Siz boş-boş danışırsınız. Bu qız məni sevirdi. Çünki biz onunla bütün günü dalaşırdıq. Əsl sevgi dava-dalaşdan başlayır. Bütün günü qırğın elirdik. Elə bil ki, saat 2-yə qədər danışırdıq normal. 2-də bir dənə qırğın düşürdü, dalaşırdı. Deyirdi ki, mənə səhərə qədər mən səndən danışmayacağam, küstüm, amma sonra peşman olub özüm yığacam. O bütün münasibətlərdə vardı. Ona qalsa mənlə də dalaşırdı. Mənlə də 2-dən 4-ə qədər danışırdıq. 4-də... Dörtdə nəsə bir hoqqa, nəsə tufan dalaşırdıq. Dalaşırdınız, hə. Sonra deyirdi ki, yığma mən. Mən yığacam sən. Sənlə nə vaxt danışırdı? Mən gecə smeni idi. Hayf, hayf. Səndən aldığım borcdan bu qıza üzüyü almışdım. Nə danışır ha? Mən də səndən aldığım borcdan buna qolbaq almışam. Mən də səndən aldığım borcdan qıza sırğa almışdım. Buna bax, atışıb qıza komplekt almışım. Amma bir dəqiqə dayı, sırğanı birimiz almışıq, üzüyü birimiz almışıq, qolbağı birimiz almışıq. Sepi kim alıb, hə? Yəqin onu da səhər smeninə düşən qaqaş alıb. Bu qız bizi karusel kimi fırladı be. Fırlanmaq adama təsir eləmir. 3 dostluq bir-birimizdən xəbərimiz olmayıb. Nətər xəbərimiz olsun, sizinlə ciddi söhbət eləmək olur ki, nə vaxt bir dənə qızın şəklini göstərmək istəyirəm ki, bu qızla ciddi münasibətim var, elə şəkli göstərməmiş ağzınıza gələn deyirsiniz. Düzdür. Nəysə, ziyanın yarısından da dönmək xeyirdir. Gəl çıxaq aradan, gəl. Qaqa, eşsən, mən subay ölərəm, amma dostlarıma görə, nə bilim, heç vaxt şey eləmərəm. Bir qıza görə dostlarımı atmaram. Gəlin gedək. Ona da biz sənə inandırıq. Kızım! Ay kızım! Ha baba! 15 dəqiqədir xorultun gəlmir. Yaxşısan bala? Siz kimsiz mənim evimdə? Dur. Gördük. Keçib bir yere görün. Geç bir yere geç. Kimsizəsiz? Çox üzr istəyirəm, bir dəqiqə biz suala cavab verəcəyik. Gəl görmə. Üzr istəyirəm, Ağsaqqal. Bu suala bizim kapitanımız Ceyhun bəy cavab verəcək. Gəl, bizi salmışsınız zibilə, get cavab ver. Sualı təkrarlayardı zəhmət olmasa. Deyirəm, siz kimsizə mənim evimdə? Pas! Növbəti sual.
Senin ben başımı xarab elə bilə. Bu dəqiqəsini hamısı. Səsini sal aşağı. Ne olur? Abri neyin olsun, tərbiyəsiz. Nədir? Gecə vaxtı 3'dən 2 kişi gəlib sənin evinə bir çaydan zatdan qoydu. Ne olur ben qışqırırsan, səsini atmırsan başıma. Biraz yavaş danış da, tonunu sal aşağı da, tərbiyəsiz. Üzr istəyirəm, siz kimsiz mənim evimdə? Tonun saldı aşağı. Tonun saldı, yo, halal olsun. Biz sizin qızınızı qaçmışıq. Başa düşmədim, hə? Hansınız qaçırtmışsa mənim qızımı? Hansınız istəyirsiniz mənim qızımı? Bir şey izah edeyim sizə. Nə izah edəcəkdim? Hə? De bu qaçırdı. Hə, o qaçırdı. Dayan! Mən niyə qaçırdıram, Sən... Biraz qabağa keç görüm, hə? Deməli, sən mənim qızımı qaçırmaq istəyən. Bəli, mənəm. Mən belə baxıram, sən ailə canlı oğlan oxşuyursan. Qızımı verdim, getdi. Xeyirli olsun. Oğlan git qız qəşəng. Xeyir olsun. Hamı desin ürəkdən. Mən deyiləm, Nə yox, hə, nə yox? Budur. Bu. Mənli ala. Dayan görmə. Ağsaqqal. Mən yox, mən qəti yox. Canım Keç qabağa görüm. Ağsaqqal yox. Keç, baxır. Düz aya. Mənə şapalaq da vursan öləcəm ağsaqqal. Yox. Mən belə baxıram ki, sən də ailə tərbiyəsi görmüş oğlan oxşuyursan. Ailə sənə verdim, qızımı. Xoşbəxt. Allah xoşbəxtdir. Allah xoşbəxtdir. Allah xoşbəxtdir. Allah qaldı. Bir dəqiqə də mən ağsaqqal bizim qızı buna görə qaçırdırdı. Düzdür. Get bu. Qorxma, baxır ancaq. Biraz qabağa çekiyorum. Ağsaqqal vur dincələk. Yaxşı. Sözün düzü, sən çox çəlimsiz insansan. Amma buna baxmayaraq qızımı verdim sən. Hoppa! Ayaqlar oraya. Ay, nə bir dəqiqə. Qız fırlandı mənə qayıtdı yerə. Nətər oldu o? Cümşü. Hə? Bala, bu nə səs küydü, ha? Boy. Gecənin yarısı bu 6 dənə kişini evə nə yaptı? Ay ana, burada kişi yoxdur. Boy. Narahat olma ama ola bilər biri kişi olsun nə vaxtsa. Cavab qaytarmayın. Nəyə gəliblər, nəyə? Ana, gəliblər Aytacı qaçırtmağa. Nə? Hani mən tapancam. Ay, bu narahat olma. Məndədir. Sən silahın məndədir. Bu nə oyladı? Mən görmə, bəs sən tüfəngin hanı? Mən qoymuşam zərətqiyə. Qoy biraz zərətqiyə yıxsın. Hə, narahat olma. Qoy biraz zərətqiyə. Belə ailələr olur. Bunlar silahı zətqəyə qoyurlar. Bu ailədə hər şey normaldır, bir dənə bu da normal. Görmürsən nənə Tom Zerdəki nəni oxşuyur. Nə deyil? Bir dəqiqə baxırım. Ay, tələsmə, ana başa Bir dəqiqə salacam. izah eləyəcəm. De görüm, hə. Ağsaqqal, biz 3 dənə dostuq, üçümüz də sənin qızını sevmişik. Bizim nə günahımız var ki? Öldürmə bizi. Dayan, Niyə hə. yadına salırsan? Dayan, ha. Onda belə çıxır ki, üçünüz də mənim qızımı sevmişsiniz. Tüfəngi bəri ver görüm. Ne biçim? Atacam. Ağsaqqal tüfəngi al ondan, ələsir atacaq bu dəqiqə. Ay, narahat olma. Dayanın görüm, Nənə, dayanın görüm. buradakı uçsun vur, bizə dəymə, buradakı uçsun vur. Ya bir deyirsən. Deyirsən bu 6 dənədən birini vuramayacaq. Ay, vurar səni, sən vurar səni. Bunlara bax. Yaxşı, sustum. Abala, Sustum. Xasiyyəti mənim pis. nəvəmi hansız qaçırtmağa gəlibsiz, ha? Ay, sağ ol. Mənim nəvəmi qaçırdanın ləyaqəti olmalıdır. Bəli. Ona layiq olmalıdırlar. Bəli. Ləyaqət bir də bunda. Orada nə? Cavab ver, ha. Nə ləyaqət? Cavab ver, arvada cavab ver. Bir də barmağı hələ oradan götür. Hələ buradan götür barmağı, amma üzünü o yana tut. Ay, sağ ol. Ha. Ay nənə, bu əsir tuta da bilmirəm, hara vuracaq. Dayan dur da bir yerdə. Oy. Nənə bir də. Mən çox mənfi adamam. Mənim bir dənə müsbət ancaq qanımdır. Mən o qədər pis adamam ki, Nail kəmərini məni axtarır. Amma mən bir şey çəkə bilmir. Pis vərdişlərim var, mən pis adamam, pis. Sizə ən layiqli adam budur. İçmir, çəkmir, yemir, nə bilim, hər şey.
Cavab ver, arvada cavab ver, xasiyyət pisdir. Barmaq Aynen. oradan götür. Sən Barmaq oradan. Oturmuşam hə, hələ. Bu tərəfdən belə. Yox, aynen sən bilirsən mən niyə yemirəm, belə içmirəm, belə pis işlərim yoxdur. Mənim bir anam var. Oy anam. Qaynana Pro Max. Sən istəyirsən nəvəvi bədbaxt eləmək istəyirsən? Özdə bacımla qardaşımı da boşaltdırıb hamısı oturublar bizim evdə. Bir otaqlı evdə dayımgil var, nənəmgil var, bibimgil var. Ha mənim heç yaşamağa yerim yoxdur orada. Amma bunun maşını var. Maşın nə dəxli var? Aynen. Maşın nə dəxli var? Aynen. Cavab Canımsın. ver, arvada cavab ver. Açarı yox deyə at yorxa ilə kodlayır abi mən olmay. Nənə. Arvadın gözünü anlatmaq da olmur. Nənə, mən atamın cibindən pul oğuruyub yaşayan adamam. Mən çox şərəfsiz pasyak bir cadayam, nənə. Canım üçün, sən ləyaqət axtarırsan da nəvəm üçün. O ləyaqət o tərəfdədir, burada yox. Mən keçdim siz tərəfə. Geliş get ayağına. Çəkdi biz tərəfə. Adınızı kişi qoymuşsunuz bayaqdan fikir verirəm. Futbol topu kimi qızımızı bir-birlərinin üstünə atırlar. Bir qatı qərara gəlin də. Doğrudan deyirsən? Baba. Boş getdi ver görüm bunu bura. Ay. Mən belə bir qərara gəldim ki, ana, nə ediriksə eləyək, bizim qızımız oyanmalıdır, özü qərar verməlidir. Nə deyirsiniz, hə? O yanında bizi çağırarsınız gəlir. Yerdə! Ya yerdə ağzımın içindən ataram ha sənin ha. Buna bax. Mənim ağzımın içi pisdir. Ana. Xahiş edirəm qız oyat. Oyadı. Xahiş edirəm qız oyat. Qız oyat mənim başım getdi. Oyat. Köpək qızı. Nətərdə yatıb ey? Bey. Oyadı. Oyandı. Kesin oyana. Üzr istəyirəm ağsaqqal, atan da yanındadır az. Bir yaxdan başının üstündə müharibə gedib oyanmışsan. Bir dənə öpüşü oyandım. Az bu prinseslə qurbağanın nağılıdır. Ceyhun, Nazim, sen adı neydi? Neysə də. Nazim mən idi. Yadımda deyil hə. Ceyhun, Nazim, Pala. Neyinirsiniz siz burada? Atacan, ne baş verir burada? Nə baş verəcək? Biz gəlmişdik səni qaçırmağa. İndi öyrənirəm ki, üçümüz də yola vermisən. Qızım, xahiş edirəm. Ata, Dayan. Sənə 2 dəqiqə vaxt verirəm. 2 dəqiqəyə özün qərar ver. Mənim çox vacib işim var ana. Aha. Ama sən bunu saxla. Ver. Mən gedim indidən dəvətnaməyə yazıram. Amma bəyin adını boş saxlayıram. Elə. Hə, bəyin adı. Sən də posta möhkəmləyən heç biri qaçmasın. Qızım, mən gələnə qədər qərarımı ver. başla. Hə. Ayıb olsun sənə. Utanmırsan üçümüzdən də danışmısan. Mən elə bilirdim ki, orada maşka falında sevmir çıxanda nəsə bir zibili də çıxacaq. Aytac, sən mənim həyatımda yeganə mahəd yan adam idin. Niyə mənim ümidlərimi belə qırdın? Ne var size böyle rahat danışırsınız. İstediğiniz vaxt, istediğiniz ölkəyə rahat şəkildə gəzib 45 yaşında da evlənə bilərsiniz. Bəs mən evdə qalım. Gəz da. Nə deyirsən də gəz. Gəzə bilmərəm, ara gəzirəm, mən də vursunlar. Düz deyir. Siz heç bilirsiniz evdə qalmağı nə deməkdir. Ona görə hamınızdan belə zapas kimi istifadə elədim. Bağışladan olur. Zapas ki. Zapas. Köpəyin qızı. Toş mu cavanlığım deyil. Hə, mən indi başa düşdüm. Bunlar sən zapazlarındır. Pa! Keç hə buradan hə. Cedric oxşursan. Oxşursan? Hə. Zapas sizsiz hala. Buna bax zapaska təkər oxşuyur. Keç görüm bura. Mənlə danışırdı, məni sevirdi. Əvi o deyə gör Aytac. Düzündür. Bunlarla əsl danışırdın Zapaska mən idi. Zapaska mən idi Aytac. Qırara tukuzda. Bir dəqiqə fikirləşdim. Bu barədə heç birinizə heç nə deməyəcəm. Bayaq o ilətdizə o nə idi elə? O Nə, naşatır, üzr naşatır. istəyirəm. Gör orada nə var. Mən gedirəm. Özünüz öz aranızda qərar verərsiniz. Hə, bu öyrəşdi buna. Ana, qərar... Bu şu düşmədi mi? Qız yenə yatdı. Ver bura ana. Yavaş. Kesin bura üçümüzdə, tez. Bax sizə deyirəm mən. 3'e qədər sayacağım.
Ya bu evden sizin üçünüz ağ kəfəndə çıxasınız ya da kızım ağ gəlinlikdə. Bak size deyirəm mən. Bir. Uşaqlar, ölməzdən qabaq mən sizə bir şey demək istəyirəm. Mən deyirdim mənim pulum yoxdur, amma həmişə mənim pulum vardı, kartdaydı prosta. İki. Mən də sizə bir şey etiraf edeyim. Mən əslində sizə deyirdim, vaxtım yoxdur. Evdə yatırdım, sıfırladırdım. Mən də bir şey etiraf edeyim. Elə. TikTok'da Ayka 221 var idi, hədiyyə zad atırdınız. O mən idim. Bu da üç. Vurdu. Dayanın. Ne oldu? Bu niye işləmir canım? Zatkası kurtardı. Bu niye işləmir? Zərəkəs yoxdur bunun. Ne bileyim. Ha, bunu vaxtında qoyda zərət da Sən sən biraz dayanma. nəsə deyirdin, Ayka 200. Ayka 220 vaxtı zarət qatı. Qatı. Dayan. Ha, bura gəl ha. Ha, bura gəlib deyirəm bizə. Təşəkkürlərimizi bildirmək istəyirik Elor Çılçırağa bizə göstərdiyi dəstək üçün. Mezuro kişi geyimlərinə təşəkkür eləmək istəyirəm bu gördüyünüz libas üçün. Bizə göstərdiyi dəstək üçün, bizə yaratdığı şərait üçün Şuşa Musiqili Dram Teatrına təşəkkürümüzü bildiririk. Gəlin komandanı alqışlayaq. Əziz dostlar, bugünkü verilişimiz də belə sona çatdı. Çox sağ olun, minnətdarıq sizə gülüşləriniz və alqışlarınız üçün. Eyni zamanda da biz onu qeyd eləmək istəyirəm ki, hər sonda mən bir video çəkirəm. Əziz dostlar, o videoda siz zor keçir, Əziz dostlar, Sən Zarafat elə verilişinin növbəti buraxılışı qutardı. Necə idi dostlar? Gecəniz xeyrə qalsın.